Uşaqlar, baxın, uşaqlar daşlaşır deyəndə. Uşaqlar bir-birinə daş atırmı? Deyirəm, məsələn, uşaqlar daşlaşır. Daşı götürür, bir-birinə atır. Demək, daş sözün kökü. Uşaqlar bir-birini daşlayır deyə bilirəm. Demək, daşdan daşla düzəlir, daşlamaq, lalə, leksik. Və onlar qarşılıqlı daşlaşırlar deyə şı da leksik olur. Ir isə zamandır, qrammatik. Demək, burada iki leksik şəkilçi var. La plus ş. Amma deyirəm, sement daşlaşdı. Uşaqlar, sementi kimsə daşlayır. O öz-özünə baş verən bir proses olur, düzdür? Demək, yenə də bərkiyir mənasını verir, ayısı olur. Sözün kökü olur daş. Daşlamaqla əlaqəsi yoxdur ki. Deməli, daşlaş birbaşa laşdı. Deməli, uşaqlar eyni görünə bilər daşlaşır sözü. Amma mənaya baxaq, uşaqlar daşlaşır deyəndə iki leksik şəkilçi var. Sement daşlaşır deyəndə bir leksik şəkilçi var. Və diqqət edirik, la, lə, laş, ləş adlardan feil düzəldən şəkilçidir. İki variantlıdır. Deməli, adlardan isimdən feil düzəldibdir. Amma şı, eləcə şı, bu ış şəkilçisidir. Iş, ilişdirin. Ilınışdır yazmışam ha bura 4 variantlı. 4 variantlar nədən nə düzəltdi? Feillərdən feil düzəltdi. Deməli artıq burada şı, uşaqlar daşlaşır deyəndə bu feildən düzəlmiş feildir. Amma sement daşlaşır deyəndə bu isimdən düzəlmiş feil olmuş olur. Bura baxıram, zamanla ayaqlaşır. Deyirəm ki, onlar zəmanəyə uyğunlaşır, ayaqlaşır. Və zamanla ayaqlaşmaq deyəndə burada məsələn nəyisə ayaqlamaqdan getmir. Uyğunlaşmaqdan gedir. Uyğunlaşmaqdan gelirsə ayaqlamaqla bir bağ ola bilər. Ayaqlamaq nəyisə ayaq altına almaqdır, düzdür? Amma ayaqlaşmağın bundan məna bağı yoxdur. Deməli, ayaq sözün kökü, ayaqlaş birbaşa laş götürürük. Burada qrammatik. Yəni uyğunlaşmaq deyirəm. Məsələn, palaca bürün, ellə sürün. Hamıya uyğunlaş. Zamanə ilə ayaqlaşır. Ayaqlaşmaq lazımdır. Aha. Deməli, burada laş bütöv götürülür. Amma bax, deyirəm ki, yer ayaqlandı, torpaq ayaqlandı. Torpağı sən ayaqlayırsan ki, ayaqlanır. Deməli, burada ayaq sözün kökü olur. Ayaqla leksik, n leksik, d qrammatik. Burada fiildən fiil düzəlmiş olur. Aydındır? Deməli, la plus şı, yoxsa laş olan hissəni belə başa düşək. Əgər la plus şıdırsa, bu əslində ış şəkilçisidir. İki sayt toquşub deyə ısı düşübdür. La plus şı olanda deyirik ki, feildən feil düzəlir. Parçalaya bilib maq artıra bilirəm. Bax, salam, salamlamaq da deyə bilirəm, salamlaşmaq da deyə bilirəm. Amma xudafizləmək deyə bilmirəm. Həyəcanlamaq deyə bilmirəm. Deməli, burada başa landır, birbaşa laşdır. Aydındır? Demək, nə öyrəndik? Feilin qurusu neçə növ oldu? 3. Bax, indi öyrətdiklərimi bir-bir soruşum, görmələm, öyrənə bildiyimi, mənimsəyə bildiyimi. Deməli, feilin qurusu neçə növ oldu? Hansılar oldu? Aha, sadə feillər neçə kökdən ibarət oldu? Düzəltmə feillər neçə kökdən ibarət oldu? Düzəltmə feillər. Düzəltmə feillər bir kökdən ibarət. Bir kök, amma mütləq nə artırılmalıdır bura? Ad və yox, leksik şəkil. Leksik şəkil artırılmalıdır. Ay, sağ ol. Yaxşı, onda bir leksik şəkil artırıla bilər, yoxsa 2 dənə, 3 dənə? Nə qədər istəsən, bir dənə də ola bilər ki, bir dənə kök varsa, istəyən nə qədər leksik artırsan, yenə də düzəltmədir. Sözün quruluşda növünü dəyişən şəkilçi neçənci leksikdir? Birinci leksik. Digərləri quruluşda növünü dəyişmir. Onda rəvan de görüm, deməli, deyirəm ki, düzəltmə feillər yaranma yoluna görə neçə yerə bölündü? Ramal. Aha. Düzəltmə feillər quruluşa görə 2 yerə adlardan düzəlir. Adlardan düzələn feillər. Bir də feildən düzəlir. Ay, sağ. Adlardan düzələn feillər neçə variant şəkilçi oldu? Hansılar? Qısaltma kimi yazmayı? Çox daha şəkilçi. Qısa, yəni əsasları yazdırmışam. Digərlərini sizdən soruşacağam. Lalanlaş aral, lalanlaş ar al. Bunlar adlardan feil düzəldən şəkilçi oldu. 2 variantda oldu. Bəs feildən feil düzəldən şəkilçilər hansılardır? İlişdirin. Ay, sağ ol. Il il ul ül, ın in un ün, iş iş uş üş, dır dir dur dür. Bu da feildən feil düzəldən şəkilçilər oldu. Deməli, düzül yazılıb, bir də düzəl yazılıb. Məsələn, burada düzül, düzəl. Nə biləcəm ki, 2 dənə düz var. Mən nə bilim hansı düzdən yaranıbdır? Orada
düz sözün köküdür. Bildim, ikisində də düzdür sözün kökü, düzdür. Bax, biri var düzmək olan düz, biri var Mən düz, deyim, qamət olan mən düz deyim. gözdə. Mən deyim, mən deyim. Sefeydən düzələn, ikincisindəki adlardan düzələn. Aa, yazı. Çünki şəkilçi neçə variantıdır birincidə? Aa, demək 4 variantlar feildən düzəldir. 2 variantlar adlardan düzəldir. Mən ondan tapacağam. Çünki düz amonim sözdür. Mən onu nə bilə bilərəm? Ancaq şəkilçi ilə bilə bilərəm. Ona görə şəkilçini əzbərləmək mütləqdir. Bir də uşaqlar, bir sir deyim. Deməli, təbii ki, sir deyil. Bunu tapanda başqa bir sözlə də əvəz edə bilərsiniz. Məsələn, düzülmək, düzəlmək. Tapamısınız ki, bu hansı düzdür? Düzün başqa bir söz qoyun. Süzülmək. Süzmək deyə başqa bir hissəsi yoxdur. Süz ancaq feildir. Deməli, bu feildən düzəldir. Başqa bir sözlə də əvəz edə bilərsiniz. Yaxşı, onda Arifanə, sən mənə de görüm. Deməli, dedik ki, feillər neçə cür təsnif olunur? Yəni, Başda öyrətdimi? bu təsdiqlənən, təsdiqlənməyən, inkar, təsdiq, bir də təsirsiz, Təsirli. Deməli, 3 cür təsnif olundu. Ay, sağ ol. Demək, təsirli ilə təsirsiz necə tapdıq? bir təsirli olan Nəyi? nəyi sualına cavab verir, amma təsirsiz olan nəyi sualına cavab vermir. Ay, sağ ol. Demək, onda hansı halı tələb edir Sevil? Təsirli feillər. Təsirlik, təsirli. Demək, təsirli feillər təsirli halı tələb eləyir, təsirsiz feillər təsirli halı tələb eləmir. Aha. Və təsirlənən ilə təsirlənməyən fərqi nədir Sevil? Təsdiqlənən, təsdiqlənməyən. Deyənməsə deyərsən. Məqamək şəkil. Mən deyim. Gözləyək. Biri De. şəkil qəbul etmir. Biri kəmiyyətə görə dəyişir, yəni təsdiqlənən kəmiyyətə görə dəyişir. Şəxsə və kəmiyyətə görə dəyişir. Amma təsdiqlənməyənlər dəyişir. Dəyişə bilmir. Deməli, şəxsə, kəmiyyətə, zamana görə dəyişirsə, təsriflənən, dəyişmirsə, təsriflənməyən. Mən baxdıqca, sən baxdıqca, o baxdıqca dəyişdi, dəyişmədi. Dəyişdi. Mən baxdıqca. Dəyişmir. Xeyr. Bax, gözlə. Başa düşmədin? Mən baxdıqca, hər hansı bir dəyişiklik var feildə. Sən baxdıqca dəyişiklik var. Biz baxdıqca xeyr yoxdur təsdiqlənməyən. Aysa, indi mən baxıram. Sən baxırsan, o baxır, burada təsdiqlənəndir. Çünki şəxsə görə, kəmiyyətə görə dəyişdi. Aysa. Yaxşı, onda Rəvan desin, görəsən inkar şəkilçisi nə idi? Yaxşı, deyin gözlə, həyəcanlanma, de görüm. Təsdiq nədir, inkar nədir? İnkar təsdiq odur ki, etdiyim şey o oxuyur, inkar da odur ki, oxumur. Qətiyyən qayda sevməyən Rəvan. Aha, deməli təsdiq hərəkətin icra olunduğunu bildirir. Təzədən bir də denən. Təsdiq hərəkətin icra olunur. İnkar hərəkətin icra olunur. Təsdiq hərəkətin icra olunduğunu bildirir. İnkar. İnkar da hərəkətin icra olunmadığını bildirir. Ay, sağ ol. Onda inkar şəkilçisi nədir? Olunmadığını bildirir. Demək, inkar şəkilçisi nədir? Mamə. Bir dənə misal gətir. Oxumur. Ay, sağ ol. Deməli, mən oxuyuram, sən oxumursan. Mamə nədir? İnkar. Aha. Mamə şəkilçisi vurğu qəbul edir, qəbul eləmir. Eləyir. Eləmir, de. Əgər inkar və təsdiqdirsə burada qəbul eləmir, amma isim və yaxud sifətdirsə burada qəbul eləyir. Ay, sağ ol. Amma bunu feillə qarışdırmır. Deməli, mamə leksik şəkilçidirsə, isim ya da sifət düzəldirsə, söz düzəldici şəkilçidirsə, bayaq dedim, anam qovurma bişirdi. Nə qovurma? İsim. Bu zaman vurğu qəbul edir və leksik şəkilçidir. Amma bir də var ki, yeməyi qovurma, inkar. Burada vurğu qəbul edir. Ay, sağ ol. Demək, feildirsə, inkar edir, qəbul eləmir. Onda görəsəm, istisna var ki, mamə özündən sonra vurğu ötürür. Bu hardaydı, bayaq dedim. Biri yazma. Yazışma. Dayan deyəcəm. Deyim, Tamam, keç. De. qeyri-qəti və indiki zaman. Qeyri-qəti gələcək zaman və indiki zamanda maməyə nasıl düşür, mı qalır. Qeyri-qəti gələcək zaman istisnadır ki, vurğunu ötürür özündən sonraya. Bir də Yazmaz. Yazmaz. Özü r da z ilə əvəzlənir. Yazmaz. Ay, sağ ol. Özü yəni bildirir ki, inkar. Aha, yaxşı, onda aynayətdə görüm. Deməli, sən mənə de. Deyirəm, məsələn, başladı. Bu sözün kökü nədir? Başdan nə düzəldi? başladı. La. Demək, hansı şəkilçini artırdın? La necə şəkilçidir? Leksik yoxsa qrammatik? La leksik. Nə düzəltdi? Başdan başladı. Yəni, hansının hissəsindən hansının hissəsini düzəltdi? İsimdən feildir. Demək, lalə neçə variantlıdır? 2 variantlı. Nədən nə düzəltdi? İsimdən feil. Ay, sağ ol. Demək, adlardan feil düzəldən şəkilçilər neçə variantlıdır? 2 variant. Aha, bəs feildən feil düzəldən şəkilçilər neçə variantlıdır? O da 4 variant. 4 variantlıdır. Məsələn, Məsələn, ıl,
ıl, ın, İlişdirin. ilişdirin, ıl, ın, ışdır. İlişdirinlə də yadda saxlaya bilərsiniz ki, 4 variant şəkillər feildən feil düzəldir. Yaxşı, sonra bir də dedik ki, deməli, aynayət. Sual yazıbdır ki, mən görürəm, sən görürsən, o görür, biz görürük, siz görürsüz, onlar görürlər. Bu təsriflənən yoxsa təsriflənməyən? Mən təsdiqlənəm. Çünki şəxsi kəmiyyətə görə Dəyişir. dəyişdi. Bəs desəm ki, mən gördükcə, sən gördükcə, o görərkən O şey təsdiqlənməyəm. Çünki- Şəxsə görə dəyişmir. dəyişmədi. Aha. Yaxşı, onda İmaməli desin. Demək, ay İmaməli, deyirəm ki, bütün feillərin inkarı mamə ilə düzəlir. Xeyr. Bir də var idi nə? Hansı hissəcik? Vacib deyil. Vacib deyil hissəcindən düzələ bilirdi. Yalnız deyillə düzələndə Deyil. lazım idi. Demək, lazım şəkli yalnız deyil, vacib şəkli həm deyil, həm də mamə ilə düzəlirdi. Ay, sağ olun, doğrudur. Yaxşı, bir də desəm ki, onda demək, sadə feillər üzərində qrammatik şəkilci gələ bilərmi? Gələ bilər. Bəs leksik şəkilci gələ bilərmi? Gələ bilər. Leksik şəkilci onda sadə olur. Deyil, xərcatma olur. Aha, əgər bir feildə 2 dənə kök varsa, leksik şəkilcidə varsa, qurulursa necə feildir? Aha, 2 kök üzərinə də leksik şəkilci. Bu necə feildir? Düzəltmə. Bax, Mürəkkəb. bir dənə kök və leksik şəkilçi varsa, demək düzəltmədir. Amma 2 dənə kök olanda istənilən qədər leksik gəlsin, yenə də mürəkkəbdir. Aha, uşaqlar, mürəkkəb feillərdə mürəkkəb feillər daha çox Amma elə bir söz var ki, 4-5 kök olsun. 4-5 yox da 3 kök. 3 kök var. Var. Məsələn, istiot. İstiot 2 kökdür, yox. Xudahafiz 2 kökdür. Feildə yox, amma başqa sözlərdə var. Tutalım əl, üz, yuyan. Əl bir kök, üz bir kök, yuyanda bir kök. Yəni 3 dənə kök olmuş ola bilər. Mürəkkəb sayılır da bu. Mürəkkəb sayılır, hə. Ay İmaməli, indi deməli baxmaq təsirlidir yoxsa təsirsiz? Baxma. Aha. Baxma. Təsirli. Nəyi baxmaq deyə bilirsən? Təsirsiz. Nə sual cavab verir? Ay, sağ ol. Yaxşı. Görmək təsirlidir, təsirsiz. Nəyi görmək təsirli? Demək təsirli. Bəs yaxşı. Udmaq təsirlidir, təsirsiz. Nəyi olmaq təsirli? Aha, getmək təsirlidir, təsirsiz. Təsirsiz. Ay, sağ ol. Çünki nəyə getmək deyə bilirik? Xeyr. Aha. Yaxşı, onda Elmir desin. Görəsən Elmir, deməli feil ümumiyyətlə nəyə deyilir? Mən feil hərəkətin icra olunduğunu bildirir. Yəni hərəkəti bildirir. Hərəkət bildirir. İcra olunmayan feillər də hərəkət bildirirmi? Mən onlar da bildirir. Ay, sağ ol. İnkar şəkilçisi nə oldu? Mamə şəkli. Mamə nə zaman asını itirdi? Mamə maz olanda mən Yəni nə zaman? Qeyri, qəti. Qəti gələcəksən. Bir də nə zaman itirir? Mən bir də Yazmır. yazmır, mır olanda. Yəni- yazmır, rıq düşür də şey olur. Mamənin ası düşür. Mamənin A ası düşür. düşür, yəni. Mamənin ası indiki zamanı. Demək, mamə nə zaman asını itirir, mı qalır. İndiki zaman var. Bir də Qeyri-qəti gələcəksən. nə zaman rızı əvəzlənməsi baş verir? Qeyri-qəti gələcəksən. Aha, inkarı deyillə düzələn feillər hansılardır? İnkarı deyillə düzələn feillər hansılardır? Bəxramal dedi, ha. Vacib. Vacib. Demək, bu həm mamə, həm deyillə düzələ bilir. Və hansı ki, yalnız deyillə düzəlir? Lazım. Lazım deyil. Belə yada saxla. Lazım deyil. Demək, lazım, ancaq deyil. Yazası deyil. Yəni yazmayasıdır deyə bilməzsən. Yazası deyil deməlisən. Ancaq deyillə düzəlir. Aydındır? Yaxşı. Bax. İndi danışdım. Evdə oxumamışdınız ki? Hamısına cavab verə bildinizmi? Demək, dərsi dərsdəcə öyrəndinizmi? Demək, evdə nə etməlisiniz? Şəkilçiləri də əzbərləyirsiniz. Şəkilçiləri əzbərdən öyrənməyən. Şəkilçiləri əzbərdən öyrənməyənlər Allahdan düzəlt. məndən inciməsin. Xəbəriniz olsun. Əvvəldə 5 manat cərimə qoy. Hə, Ən yaxşı. vacib şeylər elə. Yaxşı. Eşitdin? Təsvirləmə özə məxsus. Hamısını. Feilin şəkilçiləri, qururça növləri, təsirli, təsirsiz, təsdiq, inkar, təsdiqlənən, təsdiqlənməyən hamısını öyrənir. Hə.